Salam hər kəsə. Milli Onkologiya Mərkəzində partlayış baş vermişdi. Qazi qardaşımız özünü partlatmışdı və yuxarıda gördüyünüz həkim və xəsarət almışdı. Deyilənə görə sosial şəbəkələrdə yayılıb ki, rəhmətə gedib. Xahiş edirəm hər birinizdən. Gəlin heç kim bir-birə pislik etməsin. Bədbəxt hadisə baş verməsin. Məmurunu tutmuş, həkimindən tutmuş, dövlətinə xidmət edirsə düzgün xidmət etsin. Vətəndaşları əzməsin, incitməsin. Bədbəxt hadisə baş verməsin. Komentariyada yazırlar ki, biri deyir bacımı təqdir etmişdi, biri deyir oğlumu öldürmüşdü, biri deyir rüşvət istəmişdi, biri deyir hər komentariyada mənə maraqlı ki, çox sözlər yazırlar. Allah hər ikisinə rəhmət eləsin. Nə ara bilərik ki? Belə hadisə baş verməsin. Hamısı özünüzə asılıdır. Cəmaatı, xalqı incitməyin. Xahiş edirəm. Hər an, hər dəqiqə baş verə bilər. Hər şey baş verə bilər. Cəmaat bezir, inciyir, küsür, umur.